Salam, hörmətli izləyicilər. Bu gün mən sizə 11-ci siniflər üçün nəzərdə tutulan 20 sınaq toplusunun 4-cü sınağının qrammatika suallarını izah edirəm. Birinci sualdan başlayaq. Açılırdı, bəzənirdi, tutulmazdı feillərinin üçünə də aid xüsusiyyəti müəyyən edin. Uşaqlar, baxaq. Sözün kökü açmaq feilidir, ıl leksik şəkilçidir, ır qrammatik, d isə ididir. Bəzənirdi sözünün kökü bəzəməkdir, bəzəməkdən bəzənmək, bəzənməkdən ır qrammatik, d qrammatikdir, tutulmazdı. Tutmaq sözün köküdür. Il leksik, maz uşaqlar ma plus ardır. Yəni inkar şəkilçisi ilə qeyri-qəti gələcəyin birləşməsidir və d da idinin qısaldılmışıdır. Və keçək doğru variant axtarmağa. Ümumiyyətlə açılırdı sözün iki cür işlətmək olar. Qapı açılırdı. Kim tərəfindən açıldığı məlum deyil və həmçinin burada məchul növün şəkilçisi var və buradan aydın olur ki, açılırdı sözünü məchul növdə işlətmək olar. Həmçinin baxın bəzənirdi. Məsələn, otaq bəzənirdi. Kim tərəfindən bəzəndiyi məlum deyil və məchul növün şəkilçisi var və buna görə də bu sözü məchul növ kimi düşünmək mümkündür. Tutulmazdı. Məsəl üçün cinayətkar tutulmazdı. Kim tərəfindən tutulduğu məlum deyil və bu sözü də məchul növ kimi düşünə bilərik. Amma ümumiyyətlə biz növ axtaranda, feilin qrammatik məna növlərini axtaranda ilkin şərtimiz odur ki, biz şəkilçiyə baxmalıyıq. Yəni birinci bir şəkilçini tapmalıyıq, daha sonra onun məna növünü, daha sonra isə məzmununa baxmalıyıq. Yəni həmişə şəkilçini tapdıq, yetərlidirmi? Xeyr. Biz onu mütləq feilin məzmununa da nəzər yetirməliyik. Sonra açılırdı sözünü həmçinin biz qayıdış növdə düşünə bilərik. Gül açılırdı, nə bilim, hava açılırdı. Subyekt və obyekt iş özlərində icra olunur və yəni gülü biz açmırıq, havanı biz açmırıq. Hava öz-özünə açılır və burada qayıdış növü var. Bəzənirdi, qız bəzənirdi. Burada qızın özünün bəzənməyi nəzərdə tutulub və qayıdış növdədir, tutulmazdı. Məsəl üçün hava bu vaxtlar məsələn yay vaxtları hava tutulmazdı. Burada isə qayıdış növ kimi düşünə bilərik. Amma məlum növ kimi düşünə bilmirik. Çünki işi icra eləyənin məlum növdə işi icra eləyən məlum olmalıdır. Lakin məlum növdə ona görə də düşünə bilmirik. Üçü də təsdiq feildir. Xeyr, tutulmazdı sözündə inkar var. Ona görə də təsdiq hesab edilə bilməz. Yəni hər üçünə aid edilə bilməz. Hər üçü eyni zamandadır. Uşaqlar, bu açılırdı, ır var. Ir indiki zamanda, bəzənirdi, ir indiki zamanda, tutulmazdı isə feilin gələcək zamanının qeyri-qəti gələcək növünə daxildir. Yəni ikisi indiki zamanda, lakin biri isə qeyri-qəti gələcək zamandadır. Ona görə də hər üçü üçün bu fikri ortaq hesab etmək mümkün deyil. Quruluşca sadə feillərdir. Ümumiyyətlə bu feillərdə, yəni ıl, ın, n, ümumiyyətlə feilin qrammatik məna növlərinin şəkilçiləri leksikdir. Hər üçündə də leksik şəkilçi olduğu üçün məchul növün və yaxud da qayıdış növün şəkilçisi olduğu üçün düzəltmədir. Həm məchul, həm qayıdış növdədir. Bəli, elə birinci ilk olaraq mən onun izahını vermişdim. Digər testə baxaq. Nümunədəki feillərlə bağlı səhv fikirləri müəyyən edin. Yəni biz səhv fikirlər axtarmalıyıq. Bunu işarələyək. Durub göy üzünə daş atan oğlan, göy üzü daş saxlamaz. Göy üzü daş saxlamaz. Durub burada ıbın, biz bilirik ki, ıb homonim şəkilçidir. Ib feili bağlama şəkilçisi də ola bilər. Ib keçmiş zaman ola bilər. Lakin biz bunu necə müəyyən edək? Ümumiyyətlə burada ıb keçmiş zaman olsaydı, mütləq burada bir vergül olardı. Çünki keçmiş zaman cümlənin sonunda gəlir və orada artıq ya fikir tamamlanmalıdır, yəni ya nöqtə, ya vergül, hansısa bir doğru işarəsindən istifadə edilməlidir. Çünki yəni fikir orada bitir. Məsəl üçün adi bir başqa misalda keçim. Məsələn, deyirəm ki, o növbədən çoxdan keçib. Yəni burada keçib sözü ıb feili bağlama deyil. Çünki fikir bitmiş olur. Yəni fikir bitibsə, artıq biz onu keçmiş zaman götürürük. Lakin feili bağlamada isə fikir bitmir və buna görə də biz onu araqla əvəz edə biliriksə, ıbın yerinə araq qoya biliriksə, biz artıq bilirik ki, bu keçmiş zaman deyil, feili bağlamadır. Ona görə də burada baxın, duraraq göy üzünə daş atan oğlan. Burada qeyd edirəm bir də, əgər keçmiş zaman şəkilçisi olsaydı, mütləq şəkildə özündən sonra fikir tamamlandığına görə vergüldən, nöqtədən nəsə qoyulmalıydı. Və bu feili bağlamadır. Daş atan feili sifəti, an feili sifətin şəkilçisidir. Göy üzü daş saxlamaz. Burada isə qeyri-qəti gələcək zamanın inkarındadır. Yəni 3 dənə feilimiz var. Durub, atan, bir də saxlamaz. İndi gəlin baxaq. Bizdən isə səhv fikir istəyir. Biri xəbər şəklində, hamısı sadə feildir. Uşaqlar, hamısı sadə feildir. Ümumiyyətlə yadımızda qalsın ki, feilin təsriflənməyən formalarının şəkilçiləri qrammatikdir və burada başqa şəkilçi də işlənmədiyinə görə, yəni başqa leksik şəkilçisindən istifadə olunmadığına görə, məsələn, durub sözünün kökü durmaq, ıb qrammatik, atmaq, an qrammatik, saxlamaz, sözün kökü saxladı və maz isə iki şəkilçinin birləşməsindəndir. Ona görə də, yəni inkar şəkilçisi də qrammatikdir və qeyri-qəti gələcək zamanın şəkilçisi də qrammatikdir və buna görə də hər üçü sadədir. Amma məndən yanlış fikir istəyir. Biri xəbər şəklindədir. Uşaqlar, xəbər şəklində olmaq o demək idi ki, əgər bir sözdə zaman şəkilçisi varsa, bəli, o artıq xəbər şəklində, avtomatik olaraq o xəbər şəklində sayılır. Burada da saxlama sözündə qeyri-qəti gələcək zaman şəkilçisi var və biz bildik ki, durub feili bağlamadır, daş atan feili sifət şəkilçisi işlənibdir, saxlama sözü isə təsriflənən feildir və feilin şəkillərinin xəbər şəklindədir. Bu da doğru fikir olduğuna görə bu fikri də getdi. İkisi təsdiq, biri inkardadır, bəli. Orada saxlama sözü inkardadır, bu da doğru fikirdir. Təsriflənən feillərdir. Uşaqlar, əgər biz nəzər yetirsək, mən bayaqdan deyirəm, ümumiyyətlə feilləri iki yerə bölmək olar. Bunun biri təsriflənən, digəri isə təsriflənməyən feillərdir. Təsriflənməyən feillər feili bağlama, feili sifət məslərdir. Yəni şəxsə və cəmiyyətə görə dəyişə bilmirlər, zamana görə dəyişə bilmirlər və bunlara biz təsriflənməyən formaları deyirik. Lakin zamana görə dəyişən feilləri və ümumiyyətlə feilin şəkilləri, bir feildə feilin şəkilləri varsa, o artıq təsriflənəndir. Ümumiyyətlə burada durub sözü təsriflənməyəndir. Feili bağlama olduğuna görə atan təsriflənməyəndir, feili sifətdir. Saxlamazsa xəbər şəklindədir. Bu da isə təsriflənən feildir və məndən hər üç feil haqqında olan
Yəni digər sadaladıqlarım haqqında düzgün fikirlərdir, lakin bu yanlış fikirdir. Təsriflənən feillərdir. Xeyr, burada təsriflənən bir feil var. Yəni burada cəm şəkilsi artıqdır. O da saxlanmazdır. Digərləri isə təsriflənməyən feillərdir. Məlum növdədirlər. Bəli, əgər bir sözdə növ şəkilsi yoxdursa, yəni söhbət feillərdən gedir. Əgər bir feildə növ şəkilsi yoxdursa, bilin ki, o söz məlum növdə hesab edilir. Ona görə də mən həmişə ilk öncə uşaqlara bildirirəm ki, feilin qrammatik məna növlərinə görə əgər bir sözü təhlil etmək istəyiriksə, birinci orada şəkilçiyə baxın, ikinci isə məzmuna baxın. Digər testə baxaq. Digər testdə isə bizə deyir ki, nömrələnmiş sözlərdən bir dəqiqə. Nömrələnmiş hansı sözlər zərfdir? Mən uşaq olanda səhərlər bura gələrdim. Şəhərə gedən dostlarım xeyli gəzmişdilər. Səndən sonra mən də məktəbə getdim. Bizdən isə zərf istəyir. Uşaqlar birinci cümlədə uşaq olanda feili bağlamadı, amma məndən feili bağlama yox, zərf istəyiblər. Ona görə də birlə olan variantlar getdi. Sonra səhərlər, baxın, səhərlər nə zaman? Səhərlər sözü nə zaman sualına cavab verdisə, zərf götürəcəyik. Ora, bura, sağa, sola, irəli, geri konkret məkanlar olmayan məhz zərfdir. Ona görə də bura sözünü də götürəcəyik. Sonra şəhərə gedən, şəhər konkret məkandır. Ona görə də bu isimdir, zərf deyil. Çünki şəhərə gedəndə, yəni bilirik ki, söhbət şəhərdən gedir. Amma ora, bura, sağa, sola, nə bilim, içəri, bu sözləri biz konkret məkan olmadığına görə biz bunları yer zərfi götürürük. Xeyli gəzmişlər, hərəkətin miqdarını bildirir. Ona görə də zərfdir. Səndən sonra mən də məktəbə getdim. Burada sonra sözü qoşmadı. Niyə qoşmadı? Ona görə ki, sonra sözü çıxışlıq halına qoşulub və qoşulduğuna görə də bu zaman bildirən qoşmadır. Lakin səndən sözü olmasaydı, bəli, bu zaman biz altını da zərf kimi götürə bilərdik. Cavab burada səhərlər sözü oldu. Bura, bir də 2, 3, 5 bir də xeyli sözünü götürəcəyik. Və daha sonra icbar növdə feilin işləndiyi nümunəni müəyyən edin. Ümumiyyətlə, icbar növün şəkilçisini birinci bilmək lazımdır və yaxud da t-dır və uşaqlar sakitcə ayağa qalxıb ocağı söndürdü. Və burada icbar növün əsas mahiyyəti odur ki, mən belə anlayın ki, məsələn, mən sizə iş tapşırıram, amma işi görən siz yox, siz kiməsə elətdirməlisiniz. Və icbar sözü fleksiya uğramış sözlərdəndir və məcbur sözündən bizim dilimizə gəlib çıxıb və mən kiməsə deyəcəm, kimsə özü eləməyəcək, işin icraçısı üçüncü nəfər olacaq. Sakitcə ayağa qalxıb ocağı söndürdü. Yəni özü söndürür, amma məsələn söndürtdü olsaydı və bəli, bu zaman icbar növ götürərdim. Bu məlum növdə olan feildir. Ümumiyyətlə uşaqlar, bunu yadınızda saxlayın ki, söndürdü, yandırdı, güldürdü. Bu sözlər məlum növdə olan feillərdir. Həyətdəki stulları qaldırdı. Uşaqlar qaldırdı sözün kökü ilə qaldırdı və burada şəkilçi olmadığına görə icbar növ hesab etmirik. Ümumiyyətlə icbar növü birinci tapmaq üçün bütün növlərdə olduğu kimi birinci şəkilçisini tapmalıyıq. Əgər bir sözdə şəkilçi yoxdursa, orada heç bir icbar növdən söhbət gedə bilməz. Taxılları ambara daşıtdı. Bax, işi görən, məsələn, deyirəm ki, yəni sən kiməsə sözün kökü daşımaqdır, t var. İlk öncə onu bilək ki, burada növ şəkilçisi var və özü kiməsə elətdirdi. Məsələn, deyirəm ki, o ambara taxılları daşıtdı. Yəni işin icrası özü deyil, ikinci şəxsdir. Yəni kiməsə elətdirdi. Bəli, burada götürəcəyik. Ayvalı işığı yandır, yəni sən yandır. Hə, yandırt olsaydı, bəli, onu da götürərdik. Divardan asılmış rəsmi qopartdı. Yəni özü qopartdı. Yəni məsələn, sənə tapşırıram, sən də gedib özün eləyirsən. Amma icbar deyilsən, mən kiməsə tapşırıram, ya da bu işi görən özü olmur, kiməsə elətdirməlidir mütləq şəkildə. Və ümumiyyətlə mən keçmiş üsullardan da siz istəsəz başa sala bilərəm ki, yəni bəlkə marağında olan var. Yadınızda qalsın ki, icbar növ, yəni düzdür, artıq təsirli və təsirsiz feillər yığışılıbdır. Ancaq müəyyən məqamlarda uşaqlar əgər çətinlik çəkirsə, bunu izah etmək olar. Məsəl üçün söndürdü sözündə, məsələn, ümumiyyətlə icbar növdə təsirli feilə dır şəkilçisi artırılırdı və ya da t şəkilçisi artırılırdı, təsirli feil yaranırdı. Və uşaqlar, məsələn, sön, görürsüz, nəyi sön deyə bilmirik. Ona görə də bu təsirsiz feildir. Amma icbar növdə təsirli feilə dır və ya tır artırılır, olur təsirli. Təsirlidən təsirli yaranmalıdır. Sonra, amma burada sön nəyi, söndür nəyi? Sön nəyə və heç nəyə demək olmur. Yəni təsirsiz feildir, nəyi sualını verə bilmirik. Söndür nəyi? Təsirsizdən təsirli yarandığına görə biz burada icbar növdən söhbət icbar növ kimi götürə bilmərik. Növbəti sualımıza keçək. 5-ci sual deyir, hansı cümlədə ıb şəkilçisi ilə işlənən söz feili bağlama deyil? Bayaq qeyd etdiyimiz kimi, ıb feili bağlama olarsa, araqla əvəz edə biləcəyik və cümlədə məzmun uyğunluğu olacaq. Ona görə də araq şəkilçisini yerinə qoyaq. Əgər cümlədə alınırsa, bu feili bağlamadır. Yox, alınmırsa, keçmiş zamandır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, ıb keçmiş zaman olanda cümləni bitirir. Yəni biz ondan sonra cümləyə nöqtə, virgül qoya bilərik. A variantına baxaq. Kamil səhərdən yola çıxıb və artıq şəhərə çatdığını xəbər verirdi. Burada bax, ıbın yerinə araq qoyaq. Kamil səhərdən yola çıxaraq və artıq şəhərə çatdığını xəbər verərək. Görürsüz, alınmır. Yəni burada ıb, araq şəkilçisini ıbla əvəz edə bilmədiyimizə görə, ona görə də feili bağlama deyil, keçmiş zamandır. Və həmçinin fikir versəz cümlələri bitiribdir. Yəni bitmiş fikir ifadə edibdir. Kamil səhərdən yola çıxıb. Cümlə bitdi və növbəti cümlə artıq şəhərə çatdığını xəbər verib. Cavabımız A variantıdır. Ancaq bizim məqsədimiz cavabı tapmaq deyil, testin izahını verməkdir. Uşaq əlindəki oyuncağı bərk-bərk tutub heç kəsə vermək istəmirdi. Uşaq əlindəki oyuncağı bərk-bərk tutaraq heç kəsə vermək istəmirdi. Yəni gördüyünüz kimi burada feili bağlamadı, çünki araqla əvəz edə bildik. Digərinə baxaq, deyir, biz də gələnlərə qoşulub toy evinə getmişdik. Biz də gələnlərə qoşularaq toy evinə getmişdik. Feili bağlamadı. Uşaq qəfildən yıxılaraq ağladı. Araqla əvəz edə bildik və cümlədə məzmun uyğunluğu baş verdi. Onun narahat olduğunu eşidərək geri qayıtdım. Burada da feili bağlamadı. Ona görə də
5-ci sualın cavabı A variantıdır. 6-ya baxaq. Xəbər şəklində işlənmiş feili müəyyən edin. Ümumiyyətlə bir sözü xəbər şəklində olması üçün mütləq şəkildə onda zaman olmalıdır. Əgər hansı cümlənin feilində biz zaman görsək, biləcəyik ki, bu xəbər şəklindədir. Məqsədimiz işi vaxtında təhvil verməkdir. Burada təhvil vermək məsdərdir və məsdər təsriflənməyən feildir. Ona görə də bu ümumiyyətlə xəbər şəklində olması mümkün deyil. Çatar-çatmaz onunla danışmalı idik. Danışmalı vacib şəklindədir, ancaq məndən vacib yox, xəbər istəyir. Qapı indi açıq idi. Bu ismi xəbər, yəni sifətdir. Sifətin ifadə olunmuş ismi xəbərdir. Bizdən isə xəbər şəklində işlənmiş feil istəyir. Belə məsələləri gizli saxlamazlar. Uşaqlar saxlamazlar. Bayaq yuxarıda qeyd etmişəm. Ma plus ar, yəni inkar şəkilçisi ilə qeyri-qəti gələcək şəkilçisinin birləşməsidir. Yəni bu sözdə zaman var. Zaman varsa artıq avtomatik olaraq bilmək lazımdır ki, xəbər şəklindədir. Kəş tədbirə bizi də çağıralar. Bu arzu şəklindədir, məndən isə xəbər şəklini istəmişdir. 7-ci suala baxaq. Hansı nümunədə kursivlə yazılmış ifadə həm subyekt, həm də obyekt məzmunu bildirmir? Uşaqlar, bu testin izahını bilmək üçün ümumiyyətlə həm subyekt, həm də obyekt məzmunu bildirir. Nə deməkdir, onu başa düşmək lazımdır. Yəni işarələnmiş sözlər, yəni işi həm işi görəndir, həm də üzərində iş icra olunandır. Yəni qayıdış növdədir. Gəlin baxaq. Düşmən məndən isə, yəni qayıdış növdə olan feil istəmir. Çünki subyekt və obyekt məzmunu bildirmək o deməkdir ki, yəni qayıdış növdədir. Deyir ki, A variantında düşmənə səngərdə görən mübariz birbaşa oraya atıldı. Burada mübariz həm işi görəndə, həm də üzərində iş görəndə. Yəni qayıdış növü getdi. Bayram günü gəlin hamıdan tez bəzəndi. Qayıdış növü getdi. Kənd evinin pəncərələri taybatay açıldı. Fikir verirsinizsə, burada obyekt var. Kənd evinin pəncərələri obyekt, amma subyekt yoxdur. Yəni işin kim tərəfindən görüldüyü aydın deyilir. Ümumiyyətlə, əgər subyekt və obyekt mövzularında çətinlik çəkirsinizsə, əslində çox asan bir mövzudur. Subyekt odur ki, işi görəndir. Məsəl üçün, mən kitab oxudum. Yəni işi görən kimdirsə, bu subyektdir. Ancaq burada obyekt isə kitabdır. Nəyin üzərində iş aparırsa, o isə subyektdir. İndi burada iş təbii ki, kənd evinin pəncərələrdir, obyektdir. Amma işi görənin, yəni işi görən yoxdur. Yəni kim tərəfindən taybatay açıldığı məlum deyil. Subyekt olmadığına görə məchul növ sayılır və C variantı götürəcəyik. Uzaqdan əsgərlərin başı göründü. Yəni işi həm ya belə deyim də qayıdış növdədir. Həm subyekt, həm obyekt məzmunu var. Getdi. Feildən baxırıq tapırıq. Mərcan nəvəsinə orada görməyib, dodaqaltı deyindi. Mərcan nənə özü deyinir, işi özü üzərində proses icra olunur. Həm subyekt, həm obyekt bildirir və ona görə də E variantı da gedir. Və növbəti suala baxaq. 8-ci sual. Növbəti sual 8-ci sualdır. Düzəltmə zərf işlənməmiş nümunəni müəyyən edin. Əsmər könülsüzcəsinə qonaqlara yaxınlaşdı. Burada könülsüzcəsinə sözün kökü könül, sızsız leksik, casınacəsinə leksikdir. Lakin və casına zərf düzəldən şəkilcidir və düzəltmə zərf işləndiyinə görə getdi. Necə yaxınlaşdı könülsüzcəsinə? Hərdən bizə nə isə gətirərdi. Hərdən burada zərfdir və düzəltmədir. Sözün kökü hər, dandan isə leksik zərf düzəldən şəkilcidir. Yayda kəndimizdə hava çox isti olurdu. Nə zaman yayda? Sözün kökü yay, dadə, leksik zərf düzəldən şəkilcidir. Yenə də dayanmadan danışırdı. Burada dayanmadan feili bağlamadı. Yenə zərfdir, danışırdı feildir. Sadəcə burada düzəltmə zərfi işlənməyib və bizə də düzəltmə zərfi işlənməyən variant istədiyinə görə elədiyini seçəcəyik. Biz bu nailiyyəti birlikdə. Burada isə düzəltmə zərfimiz birlikdədir. Bir sözün kökü lığvilik, leksik, dadə, leksik birlikdə. Necə əldə etmişik birlikdə. Növbəti testə baxaq. Çox maraqlı testdir. Qaraldın sözü aldın feili ilə eyni şəkildə olsa, aşağıdakılardan hansı doğru olar? Qaraldın sözü, yəni burada baxaq birinci aldın sözünün, buradakıları silim ki, bizə yer açılsın. Birinci aldın sözünün şəklini müəyyən edək ki, çünki əvvəlcə aldın sözünün şəklini müəyyən etməliyik ki, daha sonra qaraldın sözünün şəklini o zaman daha aydın anlamaq olar. Bunu da belə verməkdə məqsəd, təbii ki, testi izah edeyim, deyəcəm. Aldın sözü hansı şəkildədir? Gəlin baxaq, aldın. Uşaqlar, əgər aldın sözünün kökü aldı və dın deyə bir şəkilçimiz yoxdur. İki şəkilçinin birləşməsidir. Yəni burada şühudi plus şəxs onluğudur. Yəni bu söz xəbər şəklindədir. Hardan bildim? Bəzən biz bəzi sözlər var ki, onun təhlilini iki cür verə bilirik. Məsələn, qaraldın sözü kimi həm əmr şəklində, həm də xəbər şəklində düşünə bilirik. Lakin bunun qaraldın sözünün dəqiq şəklini müəyyən etmək üçün birinci aldın sözünün şəklini bilməliyik. Məsələn, bunu yalnız xəbər şəklində düşünə bilərəm. Əmr şəklində düşünsəm bu belə olmalı idi. Aldı plus ın. Lakin burada heç bir məna vermir. Ona görə yalnız xəbər şəklindədir. Əgər bu söz xəbər şəklindədirsə, aldın sözü. Deməli, qaraldın sözünü ancaq xəbər şəkli kimi təhlil edib cavabı elə müəyyən etmək lazımdır. Gəlin baxaq. Sözün kökünü təhlil edək. Əvvəlcə qaraldın. Yenə deyirəm, bunu əmr şəkli kimi təhlil eləsəm, bu formada eləməli idim. Amma xəbər şəklində olduğum aldın sözünə görə müəyyən elədim ki, bu söz xəbər şəklindədir. Artıq burada işlər dəyişir. Əmr şəkli kimi 2 leksik var, lakin xəbər şəkli kimi 1 leksik var və 2 qrammatik var. Və keçək cavablara. Birdə yazıblar ki, xəbər şəklində hesab edilər. Bəli, çünki aldın sözü xəbərdirsə, deməli qaraldın sözü də xəbərdir. Ona görə də biri götürəcəyik. Əmr şəklində işlənmiş olar. Xeyr, aldın sözünü əmr şəklində düşünə bilmədiyimə görə qaraldığını ancaq xəbər şəklində düşünəcəm. Ona görə 2 getdi. Tərkibində 2 leksik şəkilçi olar. Əgər əmr şəkli aldın sözü əmr şəklində olsaydı, mən qaraldın sözünü də əmr şəklində götürəcəydim. Ancaq aldın sözünü hər bir halda xəbər şəklində düşünə bilərəm və qaraldın sözü də əmr şəklində deyil, məhz xəbər şəklindədir. Xəbər şəkli kimi təhlil edəndə təhlil bu formada olur. 1 leksik, 2 qrammatik şəkilçindən ibarət olacaq. Və ona görə də 3-də getdi. Yəni əgər sözün təhlilini bu formada götürsəydim, 3-ü doğru götürərdim. Daha sonra 4-cüyə keçək. Sifətdən düzələn feil olar. Uşaqlar, baxaq, əgər xəbər şəklindədir, ümumiyyətlə
əgər sizə bir söz verilibsə və onun hansı nitq hissəsindən, hansı sözdən yarandığını bilmək üçün birinci sözün başlanğıc formasını tapın. Qaraldın sözünün başlanğıc forması qaral sözüdür və qaral sözü həmişə bir öncəkinə baxın. Baxın orada uşaqlar. Qaral sözündən bir öncəki qara sözünə gedir. Yəni bir öncəkinə baxırıq, kökə dəlalət edir. Yəni kökə işarə elədir. Qaralmaq sözü qara sözündən yaranıb, qara da sifətdir, sifətdən fe'l yaranıb. Qara necə? Qaralmaq nə etmək? L şəkilçisi orada adlardan, yəni sifətdən fe'l yaratmışdır. 4 doğru fikirdir. Tərkibində şəxs sonluğu olmaz. Ümumiyyətlə uşaqlar yadımızda qalsın ki, baxın bunu əmr şəklində də təhlil etsəm, xəbər şəklində təhlil etsəm, hər bir halda şəxs sonluğu olacaq. Baxın, gördünüz və ona görə də mən bu yanlış fikirdir. Növbəti testə keçək. Bir dəqiqə, burada cavabı işarələyək. Burada C variantı olacaq. Keçək digərinə. Fərqləndirilmiş ifadələr əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Uşaqlar bizə veriblər. Fərqləndirilmiş söz gələndə fe'li sifət şəklində fe'ldir, yeyər sözü isə xəbər şəklində olan bir fe'ldir. Çünki zaman var. Amma gəlin görə bizə nə istəyir? Belə cədvəllərdə biz adətən doğrudan doğru, yanlışdan yanlış seçməliyik. Ona görə də diqqətli olmalıyıq. Çünki belə cədvəllər son illər imtahan test tipi kimi daha çox istifadə olunur və uşaqların ən çox səhv etdiyi məqam nədir? Burada siz baxmalısınız. Sizdən uyğunluğu istəyibsə, doğrudan doğru tapmalısan, yanlışdan da yanlış. Amma səndən uyğunsuzluq istənirsə, bu zaman tərs mütənasib. Doğrudan yanlış, yanlışdansa doğru axtarmalıyıq. İndi keçək. Birinci kvadratla bağlı fikirlərə baxaq. Doğru fikri seçməliyik. Deyir, şəxsə və kəmiyyətə görə dəyişə bilmir. Doğru fikirdir. Niyə? Gec gələn qonaq öz kisəsindən yeyər. Fe'li sifətdir və mən bundan öncəki də izahımda da söyləmişəm ki, fe'li sifət, fe'li bağlama, məsdər fe'lin təsriflənməyən formasıdır və bunlar şəxsə və kəmiyyətə görə dəyişmədiyinə görə biz onlara təsriflənməyən forma deyirik. Ona görə də bu da fe'li sifətdir və fe'li sifət isə şəxsə və kəmiyyətə görə dəyişə bilmir deməkdir. Ona görə də biri götürəcəyik. Sonra yazıb ki, qayıdış növdədir. Qayıdış növü olması üçün ilk növbədə bir fe'ldə qayıdış növü şəkilçisi olmalıdır. Daha sonra məzmununa baxmalıyam. Ümumiyyətlə burada sözün kökü gəl, an, ən fe'li sifətdir və uşaqlar qayıdış növünün şəkilçisi olmadığına görə bu fe'l qayıdış növdə ola bilməz. Ona görə də doğrudan ancaq doğru seçdiyimə görə biri götürəcəm. Sonra 4-ə baxaq, çünki kvadratla bağlı yanlışı seçməliyəm. Gələn sözü deyir, xəbər şəklindədir. Uşaqlar yadımızda qalsın ki, əgər bir söz təsriflənməyən fe'ldirsə, orada durub şəkil axtarmağa dəyməz. Yəni bir söz fe'li sifətdir, fe'li sifətin artıq xəbər şəklində olması mümkünsüz bir şeydir. Yanlış fikirdir və yanlış fikirdirsə, ona elə yanlışdan da yanlış götürməliyəm. Daha sonra yeyər sözü ilə bağlı doğru fikri götürməliyəm. Əmr şəklindədir. Uşaqlar bir sözdə zaman varsa, əmr şəklində yox, xəbər şəklində sayılır. Ona görə də 3 də yanlış fikirdir. Sadə fe'ldir. Bəli, sözün kökü y bitişdirilsə ar, qrammatik, şəxs sonluğu işlənib, şəxs sonluğu ilə işlənib. Bu isə yanlışdır. Burada heç bir şəxs sonluğu yoxdur. Sadəcə sözün kökü y, ar, qeyri-qəti gələcək zaman y bitişdirilsə, ümumiyyətlə şəxs sonluğundan istifadə edilməyib. Amma məndən yanlış fikri seçməli olduğumuza görə 5-i də götürəcəyik. Burada 1, 4, 5 olacaq. Növbəti izaha qədər dinləmək istədiyiniz test tapşırıqlarının izahını bilmək istədiyiniz test tapşırıqlarını rəylərdə yazın və biz də növbəti izahlarımızda bunu nəzərə almağa çalışacağıq. Hələlik dinlədiyiniz üçün təşəkkür edirəm.